Huh? What's wrong with the picture? I don't know. Not this again. Stop looking at me like that! Off! Off! That's it! Goodbye, TV! Television crashes and glass shatters! Ömrünün ilk 8 ilini atasıyla birlikdə Məkkədə keçirdi. 10 ildə Mədinədə atasıyla birlikdə qaldı. Həzrət Fatimə uşaqlıq günlərindən etibarən Allah Rəsulunun himayətçisi olmağa çalışmış. O kiçik əlləri ilə düşmənlərin hücumları qarşısında atasına sipər olmuş. Atasının bütün hüzn və kədərlərində onun ən fədakar ortağı olmuşdur. Tarix o Həzrətin bu fədakarlıqlarını iftixarla yazmışdır. Fatimə beləcə kiçik yaşlarından etibarən bu növ hadisələri görüb atasının köməyinə qaçıb, bir ananın balasını müdafiə etdiyi kimi Həzrəti müdafiə edir və atası üçün sanki analıq edirdi. Elə buna görə Rasulullah ona Ümmü Əbiha, atasının anası ləqəbini vermişdir. Həzrət Fatimə İslamın nəzərdə tutduğu qadın nümunəsi idi. Ataya necə qız olmalı, ərə necə həyat yoldaşı olmalı, övladlara necə ana olmalı, cəmiyyətdə necə qadın olmalı. Fatimə bütün bu suallara gözəl bir cavabdır. Dünya qadınları üçün misilsiz bir ideal. Onun mərdliyi və saflığı hər bir qadının necə olmalı sualına cavab verir. Həzrət Fatimə şübhəsiz ki, bütün İslam qadınlarının başında yer almaqdadır. Çünki o, atası məsum, həyat yoldaşı məsum və özü də məsum olan yeganə qadındır. Fatimənin tərbiyə və yaşayış mühiti ismət və məsumluq mühiti idi. Uşaqlıq illərini İslamın ilk şəxsiyyətinin Allah tərəfindən seçilmiş Peyğəmbərin evində keçirmişdi. Ev işlərini yerinə yetirmə və uşaq tərbiyə etmə dönəmini də İslamın ikinci şəxsiyyətinin, yəni Həzrət Əlinin evində keçirmişdi. O qısa müddət içərisində iki məsum şəxsi, yəni Həsən və Hüseyni və iki qız övladını cəmiyyətə təqdim etmişdi. Həzrət Fatimənin fəzilətlərindən bu qədər yetər ki, Həzrət Rasulullah onu ilklərin və sonların, gəlmiş və keçmiş və gələcək olan bütün dünya qadınlarının seyyidəsi olaraq tanıtmış. Əhl-i Beytdən yalnız onun ayağına qalxaraq əlini öpüb, öz yerində oturtmuş, onun mayasının cənnət meyvəsindən meydana gəldiyini, insan qılığında cənnət hurisi olduğunu vurğulamış, ondan cənnət qoxusunu hiss etdiyini ifadə edərək onu iyləmiş, onun öz parçası və ürəyi olduğunu vurğulayaraq, onu incidənin özünü incitdiyini bəyan etmiş. Hətta daha sonrası Fatimənin razılığı Allahın razılığı olaraq tanıtmışdır. Həzrət Fatimə qadınların ən xalis və ən çox ibadət edəni olduğunda şübhə yoxdur. Dünyada Fatimədən daha çox ibadət edən bir kimsə yox idi. Allaha ibadət etmədə o qədər ayaqda dayanardı ki, ayaqları şişərdi. Çox vaxt gecəni sübhədək oyaq qalar, namaz qılardı. İmam Həsən deyir ki, anamı sübhədək namaz halında gördüm. Başqaları üçün dua edirdi. Soruşdum ki, özün üçün niyə dua etmirsən? Fatimə dedi ki, əvvəl qonşulardır. O hər zaman birinci başqa insanlar üçün dua edər, yalnız axırda özünü yada salardı. Həzrət Fatimə yüksək bir əxlaqa, şərəfli bir xarakterə, üstün bir nəfsə, ulu bir həssaslığa, tez qavrayan bir anlayışa, iti bir zehnə, uca bir ərdəmə, parlaq bir üstünlüyə, müşk iyi verən bir nəfəsə, cəsur bir ürəyə, özünü bəyənmişlikdən uzaqlığı ilə heyranlıq oyandıran bir izzətə sahib idi. Qürurluların təsəvvür etdikləri böyüklük onun səviyyəsinə çatmaqdan çox uzaq idi. Gülər üzlü və təbəssümlü bir gözəllik abidəsi idi. Dilindən haqdan başqa bir söz tökülməzdi. Yalnız doğrunu danışardı.
Kimsənin pisliyindən danışmazdı. Qeybət etməz, kimsəni arxadan çəkişdirməzdi. Kimsəni kiçik hesab edici qaş-göz işarəsi etməzdi. Başqalarının sirrini saxlayar, verdiyi sözə əməl edərdi. Müşavirədə doğrunu söyləyər, onların gerçək xeyrini istəyərdi. Səhvləri xoş görərdi. Çox vaxt dolaşmaları və pislikləri helm və xoşgörüşlə qarşılayardı. Pislikdən qaçar, daim yaxşılığa meyilli idi. Etibarlı idi, yaxşı niyyətli idi və sözündə qətiliklə dayanardı. İffətin ən yüksək mərtəbəsində idi. Həzrəti Zəhra az ilə kifayətlənən biri idi. Sadə bir həyata razı idi. Həyatın çətinliklərinə qarşı səbirli idi. Halalın azı ilə kifayətlənərdi. Başqasına aid olan, başqasının sahib olduğu şeylərə göz qoymazdı. Haqqı olmayan bir şeyə də gözlərini dikməzdi. Allahdan başqasından bir şey istəməyə tənəzzül etməzdi. Həzrət Fatimə dünyasını bir tərəfə buraxaraq özünü Rəbbinə həsr edən Həzrət Bətul idi. Dünyanın cazibədar bəzəklərinə üz döndərmişdi. Dünya həyatının aldadıcı gözəlliklərinə meyl göstərmirdi və dünyaya meyl etmənin nə böyük fəlakətlərə gətirib çıxardığını çox yaxşı bilirdi. Dünya həyatının çətinliklərinə səbr edərkən, dilindən Rəbbinin zikrini əskik etmədən, məsuliyyətini yerinə yetirmə barəsində böyük bir səbr nümunəsi sərgiləyirdi. Həzrəti Zəhra